Allah Teala buyurur ki: "Ve lekad ba'athna fi kulli ummetin rasulan en ya'budullaha ve ijtenibut tağut." Mən hər bir ümmətə peyğəmbər göndərdim ki, Allah Teala deyir, yalnız Allaha ibadət edəsiniz deyə və Allahdan qeyri ibadət olunan şeylərdən çəkinəsiniz. Quranın başqa ayəsində də gəlir ki, hər bir peyğəmbər getdi öz qövmünə nə dedi? Ya qavmi ibudullaha ma lakum min ilahin gayruh. Ey qövmüm, Allaha ibadət edin, sizin ondan başqa ilahınız yoxdur. Haqq məbudunuz, ibadət olunacaq məbudunuz yoxdur. Ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləm 13 il Məkkənin küçələrində gəzəndə insanları namaz qılmağa mı dəvət elədi? İnsanları zikr eləməyə mi dəvət elədi? Nəyə dəvət eləyirdi? Tövhidə dəvət eləyirdi. Çünki qiyamət günü əgər tövhid yoxdursa, heç bir əməl fayda verməyəcək yəni. Sən nə qədər Allaha ibadət eləsən də, Allaha şirk üzərində qalxsan, bütün əməllərin batildir. Hansı ki, Allah Teala buyurur ki, وَمَنْ يُشْرِكْ بِاللّٰهِ فَقَدْ حَرَّمَ اللّٰهُ عَلَيْهِ الْجَنَّةِ. Kim Allah'a şərik qoşsa, Allah Teala cənnəti ona haram eləyər. İnna Allah la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Allah Teala özünə şərik qoşulmasını bağışlamaz və bundan başqa istədiyi günahı istədiyi kimsəyə bağışlayar. Yəni şirk o qədər əzəmətli bir şeydir ki, Allah Teala bunu keçmir. Çünki bu birbaşa Allahın haqqına girməkdir.